Aha. İndi isə qurbağanın skeletindən danışırıq. Bilirik ki, qurbağanın skeleti ibarətdir kəllənin skeletindən, gövdən skeletindən və ətrafların skeletindən. Gövdən skeletindən danışmaq üçün onurğa sütununa nəzər yetiririk. Onurğa sütunu özlüyündə şöbələrə bölünür. Boyun şöbəsi, gövdə şöbəsi, oma şöbəsi və quyruq şöbəsi. Boyun, gövdə, oma şöbələri hər biri fəqərələrdən ibarətdir. Ancaq quyruq fəqərəsi yoxdur. Quyruq fəqərəsi yalnızca quyruqlu amfibilərdə olur. Qurbağa quyruqsuzlar dəstəsinə aid olduğuna görə onda quyruq fəqərəsi olmur. Sadəcə quyruq uzun bir sümük şəklində olur. Şəkli yaxınlaşdırırıq. İndi diqqətlə baxırıq. Bu hissədəki fəqərə olur boyun fəqərəsi. Gördüyünüz kimi boyun fəqərəsi 1 ədəd olur. Sonra gəlir gövdə şöbəsi. Gövdə fəqərəsi 7 ədəd olur. 1, 2, 3, 4, 5, 6, 7. Deməli, bu hissə gövdə fəqərələrinin olduğu hissədir. Gövdədə dedik ki, 7 ədəd fəqərə olur. Burada qalan 1 ədəd fəqərə isə oma fəqərəsidir. Həqiqətən də baxıram ki, omadan aşağıda bu tipli fəqərə yoxdur. Sadəcə dedik ki, quyruq şöbəsi 1 ədəd uzun sümük şəklində olur. Baxın, bu hissə. İndi əgər bizdən qurbağanın onurğa sütununda olan fəqərə sayını istəyirsə, bu zaman boyun fəqərəsi 1 ədəd, gövdə fəqərəsi 7 ədəd, oma fəqərəsi 1 ədəd. Deməli 9 ədəd fəqərə var. Yox, əgər bizdən onurğa sütununda olan sümük sayını istəyirsə, bu zaman yenə yazıram 1 dənə boyun fəqərəsi, 7 dənə gövdə fəqərəsi, 1 dənə oma fəqərəsi və 1 dənə də quyruq sümüyü. Bu zaman cavabımız eləyəcək 10, yəni 10 dənə də sümük olur. İndi isə öyrənək qurbağanın ətraflarının skeletini. Ətrafların skeleti yuxarı ətraf və aşağı ətraflı skeleti olmaqla 2 yerə bölünür. Bir ətraf, yəni həm yuxarı ətraf, həm aşağı ətraf qurşaq və sərbəst hissələrdən ibarətdir. Əvvəlcə sərbəst hissələrin sümüklərinə baxaq. Yuxarı ətrafın sərbəst hissəsinin sümüklərinə bazu, said və əl pəncə sümükləri aiddir. Şəkli yaxınlaşdıraq. Aha, baxın, bu hissə sizi çaşdırmasın. Bazu sümüyü bu sümükdür. Bu hissə saiddir. Bu isə əl pəncəsi sümükləridir. Və diqqətli olmaq lazımdır nədə? Qurbağanın əl pəncəsi və ayaq pəncəsinin barmaqlarının sayı fərqli olur. Baxıram ki, əl pəncəsində 1, 2, 3, 4. 4 dənə barmaq var. Hər iki əl pəncəsində olacaq 8 barmaq. Amma arxa ətrafda elə olmur. Aşağı ətrafın sərbəst hissələrinə isə bud, baldır və ayaq pəncəsi sümükləri aiddir. Bunu silək. Gəlirəm aşağı ətrafa. Baxın, bu hissə bud sümüyüdür. Bu hissə baldır sümüyüdür. Burada gördüyünüz 2 dənə sümük sizi çaşdırmasın. Çünki istər-istəməz biz fikirləşirik ki, baldır sümüyündə yəqin ki, qamışla inciyi göstərir. Ona görə burada 2 sümük var. Ancaq burada bu gördüyünüz sümük arxa ətrafın pəncəsinə aid sümükdür. Yəni bud sümüyü ilə baldır sümüyü bu ikisidir. Baldır sümüyündə qamış və incik sümükləri birləşmiş formada olur qurbağanın skeletində. Bunu bir istisna kimi yadda saxlamaq lazımdır. İndi isə baxıram, arxa ətrafda ayaq pəncəsində neçə dənə sümük var? 1, 2, 3, 4, 5. Deməli, ön ətrafda barmaqların sayı 4 idi, arxa ətrafda isə barmaqların sayı olur 5. Yəni 5, 5, 10 dənə də barmaq arxa ətrafda olur. Daha sonra arxa ətrafın qurşaq hissəsinin sümüyünü burada aydınca görə bilirik. Baxın, 2 ədəd çanaq sümüyü. 1, 2. Ordakı hissəni bayaq dedik ki, uzun sümük şəklində olan quyruq sümüyünü göstərir. Yəni bu sizi çaşdırmasın. 2 dənə çanaq sümüyü aid olur aşağı ətrafın qurşaq skeletinə. Yuxarı ətrafın qurşaq skeleti üçün də başqa bir şəkli yerləşdirək indi. Deməli, deyirik ki, qurbağanın yuxarı ətrafının qurşaq skeletinə, yəni çiyin qurşağına aiddir 2 kürək sümüyü, 2 körpücük sümüyü, 2 qarğa sümüyü və bir dənə tək döş sümüyü aiddir. Döş sümüyünə görə çiyin qurşağına aid olur, çünki deyirik ki, qurbağanın qaburğaları tam inkişaf etməyib, ona görə onda döş qəfəsi yoxdur. Yəni döş qəfəsi olmadığı üçün döş sümüyü çiyin qurşağının sümüklərinə aid edilir. İndi şəkildə baxaq. Bu hissə kürək sümüyüdür. Və burada da bunun açıq formasını verib görürsüz. Bu oldu qurbağanın 2 dənə kürək sümüyü, 2 dənə körpücük sümüyü. Baxın, bu hissə və bu hissə olur körpücük sümüyü. Daha sonra 2 ədəd qarğa sümüyü. Qarğa sümükləri baxın bunlardır. Və burada bir dənə qalanda olur döş sümüyü. Əgər bizdən soruşsa ki, qurbağanın yuxarı ətrafının qurşaq skeletində neçə sümük olur? Sayırıq. 2 kürək, 2 körpücük, 2 qarğa və bir dənə döş sümüyü. Yəni 7 dənə sümük olur. Ola bilər bizə deyər ki, qurbağanın yuxarı ətrafının qurşaq skeletində neçə növ sümük olur? Bu zaman növlərini sayırıq. Kürək sümüyü, körpücük sümüyü, qarğa sümüyü və döş sümüyü. 4 növ sümükdən təşkil olunur.